Hər tökülən saçı bərpa etmək mümkündürmü? Biz pasientlərə deyirik ki, biz müalicəni təyin edirik bu prosesi ləngitmək üçün. Yəni olunan müalicə gələcəkdə saçlarınızın tökülməməsinin zəmanəti deyil. Bu sadəcə prosesi ləngitmək üçün. Amma elə adamlarda pasientlər var. Biz deyirik ki, artıq müalicənin mənası yoxdur. Birinci sual oldu ki, nəsildə kişi tərəfdən başında tük olmayan varmı? Yəni tökülən varmı? Mən dedim, ola sualınızı dəyişəsiniz. Başında tük olan kişi varmı desəniz daha uyğun olar. Dedi, dur get. Doktor mənim yoldaşımdır və saç həkimi və gətirir də yoldaşı gəlir, həyat yoldaşı biz saç həkimi edirik. Yəni xanımlar bunu təkid edir. Amma bəzən də məsələn pasient olur ki, deyir saç əkdirmək istəyirəm, doktor həyat yoldaşım istəmir, deyir sən mən belə qəbulsan, sən neyinsən saç əkdirib? Stress səbəbindən tökülən saçlar bərpa olurmu? Yəni bu günə kimi hələ bizdə olmayıb ki, ocaqlı tökülmə ilə bizə pasient müraciət eləsin və biz ona saç əkək. Yox, nə də olmayıb ki, müalicə ilə nəticəsi olmasın. Genetika ilə mübarizə aparmaq mümkündürmü, yoxsa sadəcə vaxt qazanırıq? Arqan yağıdır, kokos yağı son vaxtlar çox istifadə edirlər və s. Belə başa düşürəm ki, kimsə sosial şəbəkədə bir video paylaşıb və hər kəs onu görür, artıq hər kəs başlayır bunu tətbiq etməyə, bunu axtarmağa, istifadə etməyə. Yəni bunlar saç çıxartmır.